Qarabağın dünən Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda Chelsea ilə oyunda zədələnən futbolçusu Kadi Borges'in durumuna aydınlıq gəlib. Global.info.az məlumat verir ki, bu haqda klubun mətbuat xidməti xəbər paylaşıb. Braziliyalı yarım müdafiəçi oyundan dərhal sonra tibbi müayinədən keçib. Müayinənin nəticələrinə əsasən futbolçunun sol fibulasında sınıq aşkarlanıb. Həkimlərin ilkin proqnozuna görə Kadi Borges'in müalicə və bərpa prosesi təxminən 8-10 həftə davam edəcək. Əlavə edək ki, 29 yaşlı oyuncu cari mövsüm 19 maçça çıxıb, 2 qol vurub və 3 qolun ötürməsini verib. Bu nəticənin qazanılmasında başda Qurban Qurbanov olmaqla məşqçilər heyətinin çox böyük rolu var. Futbol dili ilə desək, burada rəqibi düzgün analiz etmək, onun zəif və güclü tərəflərini nəzərə alıb, ona uyğun oyun planı qurmaq olduqca vacibdir. Qarabağın özünə məxsus oyun stili var ki, rəqibin adından, gücündən asılı olmayaraq öz oyun stilindən vaz keçmir. Bunu biz ötən gündə gördük. Bunu Yeni Sabaha açıqlamasında tanınmış futbol mütəxəssisi Arif Əsədov Qarabağ-Chelsea maçını şərh edərkən bildirib. O bildirib ki, Qarabağ rəqibi qarşısında ən uyğun taktikanı seçmişdi, ancaq bəzi məqamlarda rəqibin hücum potensialı və heyətin gücü nəzərə alınmışdı ki, oyunun tempinə dözmək mümkün olsun. Təmsilçimiz Chelsea qarşısında düzgün və kompakt oyun sərgiləyərək rəqibə qələbə üçün ciddi imkanlar yaratmadı. Qarabağın əks hücumları daha güclü olduğu üçün taktika məhz bunun üzərində qurulmuşdu. Məşqçi əlavə edib ki, Qarabağ ilk 24-lüyü yüksək ehtimalla təmin edib. Vacib amillərdən biri o idi ki, təmsilçimiz mütəmadi ingilislərin meydançasında pressing edirdi. Chelsea müdafiəsinə təzyiq göstərərək onların səhvlərini gözləyirdi. İlk 2 oyunun qələbəsindən sonra bizdə növbəti mərhələ üçün ciddi inam var idi. Chelsea maçından sonra rahatlıqla deyə bilərik ki, Qarabağ hər bir komanda ilə başa-baş mübarizə apara bilər. İlk 8-liyə də düşə bilər, amma məncə 80-90% ehtimalla 24-lüyü təmin edib.